Məşləqədə. Uşağı Eee, bir danışsın. hə? Uşağı bir məşdağa dolu. Var da Məşləqədə. Məşdağada dəlilər var. Hə, dolu hə, dəllər. O sən dediyin yeşil tərəfdə olmalıdır. Deyəsən Məhətəşən tərəfdədir deyəsən o. Məşləqə mədəllər eşitməmişəm ama. Yəni sən getmirsən də ora. Prosta pensiyaya çıxmaq istəyirəm. Deyirlər məşdağada yaz. Pensiyacı başımda. Mənim başımda travma var. O bilmirəm mən, o bilmirəm. Mən deyir orada deyirəm mən dəlilər içindən nətər qalıram. Mən iynə zət vura dəli olaram. Hə. O yanında adam olmalıdır sən əvvəldəndən gələsən birinci şeyə getməliydin. Köhnə həkimin yanına getməliydin. Sən efirdə çox şey oldun sən. Özü qaldırdın, o camış kimi çıxdın yerə, özü qaldırdın, çıxdın yerə, özü qaldırdın, çıxdın. Hani, yəni qiymət verən oldusa, yaxın duran oldusa, öz-özü elədin. Ekran bəyənin də, mən danışıram, mən eşidirəm. Öz-özü elədin də sən. Kimə elədin ki? Hə, qaldır vur özü yerə, qaldır vur özü yerə. Həm özü zədəliysən, həm bəyəndən anan atan baxırsan, həm onlara stres əsəb olur. Həm sən bilirsən nə hal deyirsən, nə gün deyirsən. Arada heç videoya baxsan sən, bu köhnə tarixlərə. Özünü nə hala saldın? Hamı çəkir kənara, bir dənə sən qaldın ortada. Ona görə də bəziləri ekimdə qaldı, bəzilərinə də pul verildi. Qaldırdın vurdun bu yerə. Pulu yox idi. Nə xeyir oldu sən orada çığırmağın, danışmağın? Düz arada qəşəng sözlər deyirdin, amma sən orada qaldın vurmağın boş şeydi hamısı. Çox kimə görə? İhtək burada görə öz-özü elədin, öz-özü zərər vurursan, öz-özü ziyan vurursan. Çox dedim də dedim müəllim, mən könüllü başım ağrıyır da dayana bilməm, başımda da xəstəlik var. Başı ağrıyan görə başını yerə vurmalıydı. Mən oradakılar da çox haqsız danışırdılar axı oradakılar da. Bilirəm, mən orada olurdu. Neşə olmadı, olurdu. O zarada nə lazım idi? Elə o lazım ki, reyting olsun. Prim olsun, mən veriş maraqlı olsun. Bu iştirakçılardan birəm mən. Çox haqsız danışırdılar. Əlbəttə, o haqsızlıq olurdu, heç. Yox, mən oturmuşam. Məsəl üçün bir nəfərin də güc düşübdü ki, Samirə xəbər çatdırır. Mən burada nə qərim sən nə işinə var? Mən kimlə oturum sən nə Bu işinə var? olmalıydı da, bəs mənə reklamdan sonra niyə öldürürdülər ki? Bəs mənə odan niyə çıxartdılar? Deyir, məsəl üçün, Azuyla Ceyran ya, məsəl üçün, filan kəslə şeylə, sən araya girməsən, deyim, səbəb, qıradan baxan deyim, mənə nə deyəcəklər ki? Necə bunu özü bir araya girib cəmaatla savaşır odur. Adama nə deyərlər? Onlara şey lazım idi, şans lazım idi. Gəlirlər, çağırarlar. Salam, salam. Çox salam. Xoş gəlmişsin yenə gələndə. Zəhmət olmasa ekran verin. Bax, Nabat canını açır. Gəl onun sözünü Nabata deyim, mademi. Mən səhifimə gəl onun adını çəkməyin. Nə sözünüz var, o öz canlısında aç, orada verin suallar. O canlı Hədə hər kəsin öz canlısı var da. Girin canlısında sözlü deyin. Gəl burada deyəndə nə olur ki? Gəl soruş gör ki, dinlən Nabat, boşanmısan, mənə nə? Mən üzə deyərəm, heç kim məndə qoymuram. Allahdan başqa mən heç kimlə qoymuram. O niyə Acunla belə oldu? Acun qaldırıb şeyi canlısına balaca danışarım, çox danışmayacağım. Sovyeti, şey, Şəngülümü. O maqla atıb ki, Acunə, o şey deyir. Sakitliyan bazı oturub bilənçinə, Sovyetdə söyür. Kimin adı gəldi, söyür. Mən də ona yanıb tökürləm ki, sən Acun danışanda Fransadan danışsın. Bəs bunun ağzından sən niyə vurmuşsan ki, məni ölümü söyür, ölümün ruhunu söyür. İndi sən kimsən ki? Acun da nə oldu, az qalıb vaxtlarından. Tələsmasınlar, gələr məhkəmədə cavab verər.
Zar gücü. Adam olmayandan üç çağırmadı. Çağırdı, hürmətini eləyib çağırdı. O da çoxsuna pul verirdi də. Mənə verdikləri olmadı. O da şirkət tərəfdən ödənildi. Şirkət verirdi. Amma bəziləri çox alırdı, 50 manat. 80 alan da vardı. Onlar da kimdir? Onun sağ əlləri, sukkaları, xəbərçiləri. Bilmem, Allah ki, mən xəbərçilik eləsəydim var ya, Qurandan olsun mən başım. And olsun Allah, baba, onlar kimi ki, mən onları yırancam. Allah onları öldürsün, meyriçsin evdən. Hələ düdüyün adamları. Demişəm, and olsun, 100 gedə demişəm, yazıb vermişəm də. Görəm, nəticə yoxdur. Orada məlumat vermişəm. Amma bir dənə Allah'ını dua eləsin ki, qavama çıxmasın. Hər şeyin vaxtı var. Onsa öyle qoymayacam ki. Başına gəlsin, daşa dəyməsin, başına dəysin. Gəlsin. Hacı Şahin demişədir, səbr elə. Hər şeyin öz vaxtı var. Cavab verər hər şey. Bunu da oynuyorum, çıxıram ayınc. Evində anasının atasının yanında rahat olacaq. Ne bileyim. Heç nələ, bunu biraz açdıq ki, biraz başımız qarışsın, ne bileyim. Adam biraz fikir dağılsın. Genel körünün epizodları gəlir. Zəhmət olmasa ekran bəyənin dostlar, yeni gəlin. Axırıncı oyunda dostlar. Bir dənə bunu bəyənin dostlar. Yo. Sabil. Yeni gəlin, boş yer. Ne bileyim, saat neçə də 22 seytimdə qutarır bir. Sabah 5-ci gündür ya. Cibimdə, nə bilmə, zibilxanada. Bu da at istəyir, memnunluq eləyir. O günə baxırım bir şeydir, paylaşıb bir şeydir, Əkbərin yerini vermək istəyir. Parkda, Smaykaykada, nəm, taxta üstündə uzanım burada. Memnunluq eləyir. Sonra da saldı da hamı. Salam Asif, salam. Salam, yeni gələnə xoş gəl. Həyat qəribə. Ekranı bəyənin. Ayo. Ya o uşaqdır, hələ desin, əskəriyyən çəksin, yesin, götünə şalvar arasın ondan sonra. Dönənç uşaqdır o. Mobil, salam, xoş gəlmişsən, Mobil.
O nə bilir, sevgi nədir, arva saxlamaq nədir? İçi bir şey canında çıxıb memnunluq eləməz. Danışanda da hamı şey, özün elə danışır ki, mən uşaqdır, nə, yumurtadan çıxanı nə deyəsən? Səyiddə deyib onu da alacaq. Səy. Yox, məndə yazan yoxdur onun haqqında. Sənə nə yaxşı yazırlar. Yox, elə Gülbay yazırlar da, deyir, düz deyirsən. O götünə deyir, şalvar tapmır, şeydir, qız aycan düşür. Əskəriyi var onun hələ geçsin üzün qoturunu təmizləsin. Allah bir eşidən bir də onun yanına gelip üzünə özüm yaxından tüpürəcəm. Lopbi ilə tüpürəcəm onun üzünə. Otur evində ağlı başı otur belə, otur altının yanında. Darbanın yanına gedəcəm. Özüm gəlib tapacam sizə. O dəvə tüpürən kimi lopbi ilə tüpürəcəm üzbəsən. Bəlkə biraz özünə gələsən. Yeni gələndən xoş gəldiniz. Həmin ekranı bəyənin. Biz həm insan yerə qabında ola, insan yerə ağlı ola, düşüncəsi ola. Bax, indi görürsünüz, bu atanın sözünə qulaq asmayan sürünə bax, özü gəldi. Dalıysan. Uçurma gelir də, uçurma. Uşaq ağlındadır. Biz görmüşük ki, yaşlarca insan ağlı. Bu hələ orta yaş yoxdur bunun. Bunun şeydir, botlar indidən boşalır. Hələ böyle istəmək lazım. Dostlar, gecəniz xeyrə qalsın. Tıklayanlar parmağınız görməsin. Hədiyyə atanlar Allah cinizə bərəkət versin. İnşallah bu vaxtı açarım. Gecəniz xeyrə qalsın.